Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Nazirlik mənə havayı pul verməyib, kitabımı alıb. Xəbər verilir ki, bunu yazıcı Keramet Böyükçöl öz sosial media hesabında yazıb. Onun sözlərinə görə Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır. Məndən 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün Siyasətə Qarışma 8-ci gün və Əlqəmə romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergi ödəyəcəyəm. Yerdə 3600 manat qalır. Yəni Nazirlik mənə havayı pul verməyib. Kitabımı alıb.